Salam, hər vaxtınız xeyir olsun. Mədə-altı vəzin xəstəliklərinin ilk əlamətlərini qeyd etməzdən əvvəl deməliyəm ki, həzm sisteminin getməsi üçün bədəndə həzm fermentlərinin olması vacibdir. Həzm fermentləri mədə-altı vəzidə istehsal olunur. Mədə-altı vəzidə eyni zamanda başda insulin olmaqla bir sıra hormonlar da istehsal olunur. İnsulin hormonu mədə-altı vəzin Langerhans adacıqlarında az istehsal olduqda şəkərli diabet xəstəliyi inkişaf etməyə başlayır. Əgər siz özünüzdə halsızlıq, yorğunluq, susuzluq, tez-tez sidiyə getmə, ağızda quruluq, dəridə qaşınma və kəskin çəki atması müşahidə edirsinizsə, azalması yəni, onda mütləq qanda şəkərin səviyyəsini yoxlatmaq lazımdır. Mədə-altı vəzin iltihabı xəstəliyi pankreatit adlanır, xroniki və kəskin formada olur. Səbəbləri kimi stres, qızardılmış yeməklər, alkoqol qəbulu və uzun müddətli ağır dərman qəbulu götürülür. İkincili pankreatit, qaraciyər, öd kisəsi və mədə-bağırsaq sisteminin xəstəliklərində xroniki formada inkişaf edir. Bunun əlamətləri, yəni pankreatitin əlamətləri mədənin yuxarı və aşağı hissəsində kəskin sancı şəkilli ağrılar, ürək bulanma, qusma, köp, ishal, stulun açıq rəngdə olması və iştahsızlıqdır. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.